Gecə növbəsində işləyirsinizsə, bu üç məlumatı bilmək sizin hüququnuzdur. Gəlin mən sizə öncə gecə vaxtı, gecə növbəsi və axşam növbəsi haqqında məlumat verim. Gecə vaxtı axşam saat 22:00-dan səhər 6:00-a qədər olan müddətdir. Gecə növbəsi isə iş vaxtının ən azı yarısı. Gecə vaxtına düşən iş rejimi gecə növbəsi adlanır. Axşam növbəsi isə başlamasından və bitməsindən asılı olmayaraq gecə növbəsindən bir əvvəlki növbə hesab. Əlavə olaraq qeyd edim ki, bəzi işçiləri gecə növbəsinə cəlb etmək olmaz. Onlar kimlərdir? Yaşı 18-dən az olan işçiləri gecə növbəsinə cəlb etmək olmaz. Bundan əlavə hamilələr, 14 yaşına qədər uşağı olanlar, 18 yaşına qədər əlilliyi müəyyən edilmiş övladları olan qadınlar və eyni zamanda 3 yaşına qədər övladını tək başına böyüdən kişilər yalnız və yalnız öz yazılı ərizələri ilə, yəni öz razılığı ilə gecə növbəsinə cəlb edilə bilərlər. Bəs sizcə, yaşı 18-dən az olan işçilər üçün gecə saatı saat neçədən hesablanır?